Armudu stəkanların qiymətinə baxın necə ucuzdur. Bir ədədi cəmi 35 qəpikdir. Belə paçkası 1 manat 20 qəpikdir. 99 qəpikdən başlayaraq burada görürsünüz çay dəsmalları var. Bu irilikdə güldan qiymət cəmi 4 manat 50 qəpikdir. 4 manat 60 qəpikdir. Bunun içərisində əlcəyi də var. Görürsünüz bir cüt əlcəyi, bir də şərfi də var. Salam, hər vaxtınız xeyir olsun. Vlog kanalımın daimi və dəyərli izləyiciləri, kanalımda hər birinizi xoş gördük. Bugün də sizə çox gözəl bir vlog çəkmişəm. Möhtəşəm bir dükandır. Bu dükandan evinizə nə gərəkdirsə, evinizə nə lazımdırsa, hər bir şeyi münasib qiymətə əldə edə bilərsiniz. Videonu sona dək diqqətlə izləyin. Sonda dükanın ünvanını və məkanını, yəni konumunu belə açıqlama bölümündə sizlər üçün qeyd edəcəm. Dükkanda tərliklər 3 manatdan başlayır. Gördüyünüz baxın bu tərliyi 3 manatdır. Qara rəngi də var, mavi rəngi də var. Uşaqlar üçün, böyüklər üçün hər kəsə burada tərliklər var. Bunları çox bəyəndim mən. Bunları özüm üçün götürəcəm. Çox qəşəngdir, qalındır. Bunun qiyməti 9 manat 10 qəpikdir. Amma mən həqiqətən başqa dükanlarda bunu 13-13 manata görmüşəm. Görürsünüz necə qalındır. Altı həm qalındır, həm də içərisi çox qəşəng belə isti saxlayır. Bunu götürəcəm. Məktəblilər üçün burada çətirlər var. Qiyməti 2 manat 480 qəpikdən başlayır. Müxtəlif rəngləri var qız uşaqları üçün. Fərq etməz, oğlan uşaqlar üçün də burada var. Çeşidlər çoxdur, ala bilərsiniz. Qabaqdan da qış gəlir, yağışlar başlayacaq. Baxın belə bunlar üçün də. Bunlar da oğlan uşaqlar üçün də. Az yaşlı uşaqlar üçün, körpə uşaqlar üçün burada qəşəng yun papaqlar var. Baxın bu papaq dəsti 4 manat 60 qəpikdir. Bunun içərisində əlcəyi də var. Görürsünüz bir cüt əlcəyi, bir də şərfi də var. İndi özümü çıxardıb dökmək istəmirəm. Çox qəşəngdir. 4 manat 60 qəpikdir bu dəst şəklində. Məsələn bu da 3 manat 30 qəpikdir. Belə bir papaqdır. Qəşəng qotazlı. Müxtəlif qiymətləri var. Məsələn bu 6 manatdır. Bu da çox qəşəngdir, keyfiyyətlidir. Onun içərisi də belə qəşəng qalındır. İsti saxlayan materialdır. Burada belə yazılı olan da var. Qəşəng qalın papaqlar var uşaqlar üçün. Fərqli rənglərdə var, müxtəlif rənglərdə. Bunlar da qalındır. Bu da dəst şəklində altılı fincanlardır, nəlbəkilərindən bir yerdə. Naxışları fərqli-fərqlidir. Görürsünüz, qiyməti 6 manat 80 qəpikdir. Qutunun içərisində 6 dənə belə fincandır, 6 dənə də nəlbəkisidir. Cəmi 6 manat 80 qəpik. Sonra baxın, belə naxışlı olan da var. Bunlar da çox qəşəngdir. Bunun da qiyməti 6 manat 70 qəpikdir. 6 dənə fincan, qutuda 6 dənə də nəlbəki. Bunlar da sadələrdir. Bunların da qiyməti 6.80-ədir. Bunlar da sadədir. Bunlar hamısı qənd qablardır. Hər evə lazımdır belə gündəlik işlətməyə. Qiymətləri də çox ucuzdur. Qapaqlı 1 manat 60 qəpik. Sonra baxın bu 1 manat 85 qəpikdir. 2 manat 10 qəpikdir. Bu biraz iri ölçüdədir. 2 manat 70 qəpikdir bunun da qiyməti. Bu da biraz kiçik ölçüdədir, qəşəng damla. Bunun içərisinə noğul da əlavə edə bilərsiniz. 3 manat 50 qəpik. Sonra bu da iri ölçüdə mürəbbə qabıdır. 4 manat 20 qəpik. Görürsünüz, böyük ölçüdür. Gül naxışlı, belə qəşəng burada plastik padnoslar var. Qiyməti 1.70-dir. Baxın, belə başqa şəkilli olan da var. Kofeli. Bu da 1.70-dir. Ya eynidirlər, bunlar eynidir. Burada belə iri ölçüdə ağ rəngdə padnoslar var. Məsəl üçün, kimsə nişan eləyirsə evdə, bir məclis eləyirsə ala bilərsiniz. Qəşəngdir həqiqətən. Görürsünüz nə buydanadır. Çox iridir. 4 manat 4.99'da qiyməti, bax burada yazılıb. 4 manat 99 qəpik. Çox iri ölçüdə, qəşəng və qalın da. Qalın materialdan. Biraz kiçik ölçüdə olan da var. Kiçik ölçüdə olan 3 manat 30 qəpikdir. Amma bu daha sərf eləyir. 4 manat 99 qəpiyə bu həqiqətən də çox qəşəngdir. Materialı da belə qalındır. 4 manat 99 qəpik. Bunu da çox bəyəndim. Çox qəşəngdir. Belə səliqəli bir şeydir. Qiyməti 9 manat 80 qəpikdir.
hamam üçündür. Yəni hamama asırsınız. Bura şampun, sabun, nə istəsəz yığırsınız. Çox qəşəngdir. Materialı da qalındır. Bunlar da dədə-baba ələklərimizdir. 1 manat 80 qəpikdən başlayır. Biraz kiçik ölçüdə olan 1.80-dir. Sonra biraz irisi 2 manatdır. Daha irisi 2.20, ondan da iri 2.40-a. 1.80-dən başlayır qiymətləri. Burada da doğrama taxtaları var. Onun qiyməti materialı da qəşəng qalındır. 2 manat 80 qəpikdir belə kiçiyi. Sonra burada dəstli şəkildə var doğrama taxtası. 2 dənədir, bir dənə də bıçağı var. 2 manatdır qiyməti. Güldanlar görün necə gözəldir. Bu irilikdə güldan qiymət cəmi 4 manat 50 qəpikdir. Görün nə qəşəngdir. İçərisi də belə iridir. Və bunun qarası da var. Həm qara, həm ağ. Qiymət dəyişmir. 4 manat 50 qəpik. Və digər naxışlı olanlar da var. Görürsünüz, bəzəkləri fərqli-fərqlidir. Və burada gördüyünüz güldanların hamısının qiyməti ayrı-ayrılıqda 4 manat 50 qəpikdir. Bunlar da qəşəngdir. Necə gözəldir. Bu da qəşəngdir. 4 manat 50 qəpik. Hamısının qiyməti 4 manat 50 qəpikdir. Armudu stəkanların qiymətinə baxın necə ucuzdur. Bir ədədi cəmi 35 qəpikdir. Həm də qalındır. Baxın, bu alt hissələri daha qalındır bunların. Biri 35 qəpik. Sonra su stəkanlarıdır. 50 qəpik. Bunlar da belə bəzəkli naxışlarla 55 qəpikdir. Yine bunlar da 55 qəpikdir qiyməti. Bunlar da sadə şəffaf su stəkanlarıdır. 59 qəpikdir bir ədədi. Burada belə limon qablar var. Çox qəşəngdirlər. Görün necə belə qəşəngdir. Kiçik ölçüdə də var, iri ölçüdə də var. Bunlar limona qəşəng gedir. Xurma əlavə edə bilərsiniz. Məsələn, süfrəyə qoya bilərsiniz. Belə paçkası 1 manat 20 qəpikdir. Paçkada da 2 dənə olur. Deməli, bir ədədi düşür 60 qəpiyə bunun. Bunlarda biraz iri ölçüdə olanlardır. Qiyməti 1 manat 30 qəpiyədir. Baxın, görürsünüz. Bunu göstərdim sizə. Bu limon üçündür. Ya xurma üçün belə kiçikdir. 1 manat 20 qəpiyə ikisi. Bunun da 2 dənəsi belə qutuda cəmi 1 manat 30 qəpikdir. Bir ədədi 65 qəpiyə düşür. Belə. Görürsünüz, qutuda 2 dənədir. Qəşəng 1 manat 30 qəpiyə. Biraz irisi də var burada. İrisi 1 manat 70 qəpikdir. Bu da qutusundadır. Amma bu irisi bunun içində bir dənədir. Yəni bir ədədi. Bir ədədi 1 manat 70 qəpikdir. Burada da hamısı şirniyyat pişirən xanımlar üçün nəzərdə tutulub. Qablar, keks qəlibləridir. İrili, xırdalı. Hətta paxlava üçün yapışmayan listlər də var burada. Baxın, belə kiçik ölçüdə. Bu açılıb bağlanandır. Məsələn, pişirə bilərsiniz uşaqlar üçün. Bir ədəd belə çıxır. 2 manat 50 qəpikdir bu. Bunun qiyməti 1 manat 40 qəpikdir. Sonra bax 2 manata var burada. Məsələn, ayı figurudur. Pişirirsiniz içərisində keksi. Çıxardığında da qəşəng ayının formasını alır. 1 manata belə var. Kiçik ölçüdə olanlar. Sonra bunlardakı biskvitləri kəsmək üçündür qəliblər. Sonra burada silikon qəliblər var. Bunlar çox qəşəngdir. 3 manat 40 qəpiyə var. Sonra burada bu da 3 manat 40 qəpikdir. Bunlar çox qəşəngdir. Bunun içərisində çıxardanda görürsünüz necə. Yəni bunu sobaya neçə dərəcədə istəyirsiniz, yəni yüksəklikdə yerləşdirin, qətiyyən yanmır. 3 manat 80 qəpikdir bunda qiyməti. Görürsünüz, eynən bunun formasını alır. Çox qəşəngdir. İçərisində də bunlarda keks zat pişirəndə qətiyyən yağlamağa ehtiyac yoxdur. Çünki rahatlıqla çıxır. Elə əyirsiniz, çıxır içərisindən. Baxın, bunlar da yenə 3.40-a var. Bu biraz fərqlidir. Ürək formasındadır. Baxın, alt hissəsi də fərqlidir. Yəni, xəmiri bunun içərisinə əlavə edib pişirəndə eynən bunun formasını alacaq. Çıxardanda da çox qəşəng rahatlıqla əyirsiniz, çıxardırsınız. Qətiyyən nə yanmır, nə yapışmır. Yağlamağa da ehtiyac olmur bunları. Baxın, belə gül formasında da olan var. 99 qəpikdən başlayaraq burada görürsünüz çay dəsmalları var. Hər birinin qiyməti ayrı-ayrılıqda 99 qəpikdir. Baxın, belə meyvəli də olan var. Açın göstərim sizə ölçüsünü. Hətta iri bir ölçüdədir. Görürsünüz necə iridir.
Baxın, bu uzunluğunda çay dəsmalı qiymət 99 qəpikdir. Sonra bunu da birini açıb sizə göstərmək istəyirəm. Bu da 99 qəpikdir. Görürsünüz, formaları yəni hamısı eynidir. Uzunluqlar eynidir. Məncə qiyməti də əladır. 99 qəpiyə, yəni bu qiymət heç yerdə çay dəsmalı yoxdur. 16 manat 80 qəpikdən başlayır. Görürsünüz, belə yataq dəstləri var burada. 16-80. Bu da hamısı gördüyünüz kimi mətbəx üçün önlüklərdir. 99 qəpikdən başlayır. Qiymət də üzərində qeyd olunur. Burada da metrəli klonka süfrələrdir. Qiymətləri 1 metrəsi 3 manatdan başlayır. Bu şöbədə sırf uşaqlara aiddir. Hamısı uşaq oyuncaqlardır. Qız uşaqları üçün, oğlan uşaqları üçün fərq etməz. Hamısı oyuncaqlardır. Fərqli qiymətlərə. Məsələn, bəzilərini buradan sizə göstərmək istəyirəm. Oğlan uşaqları üçün baxın, belə oyuncaqlar var. 3 manat 50 qəpiyədir. İçərisində görürsünüz 4 dənədir. Belə. Qiymət 3.50-dir. Sonra belə uşaqlar üçün 2 manata burada oyuncaqlar var. Belə balaca uşaqlar üçün də qiymət 2 manata. Baxın, belə. Belə bir oyuncaqdır 2 manata. Sonra bu 3.90-adır. Motosikletdir, təyyarə, maşın. Oğlan uşaqlar üçün 3 manat 90 qəpik. Burada da demək 5'li oyuncaqdır. Heyvanları sevən uşaqlar üçün 5'li oyuncaqdır. Qiymət cəmi 5 manat 90 qəpikdir. Xoruz oyuncağıdır. Bu da uşaqlar üçün 1 manat 90 qəpikdir qiyməti. Baxın, belə özü də silikondur. Qız uşaqları üçün qəşəng belə kuklalar var burada. Deməli, qiymət görürsünüz 4 manat 60 qəpikdir bu. Bunun da qiyməti 5 manat 80 qəpikdir. Həm darağı, həm güzgüsü. Çox qəşənglər, belə alıb payda apara bilərsiniz. Uşaqların ad günündə ala bilərsiniz, sevindirə bilərsiniz onları. Bunun da qiyməti 6 manat 40 qəpikdir. Görün, necə gözəldir. Uşaq oyuncaqları bilirsiniz ki, digər mağazalarda, ümumiyyətlə mağazalarda həqiqətən də baha olur. Baxın, bunun da qiyməti münasibdir. 9 manat 60 qəpikdir. Görürsünüz, iri bir ölçüdə, çox qəşəng. Baxın, belə ağ rəngi də var. Bu da 9 manat 60 qəpikdir. Çox qəşəngdirlər. Hətta 1 manat 60 qəpiyə də burada var. Oğlan uşaqları üçün bunlar da çizgi filmi qəhrəmanlarıdır. 4 manatdır qiymətləri hər birinin ayrı-ayrılıqda. Bu da 4 manat 60 qəpik. Burada da baxın, qız uşaqları üçün belə qəşəng bəbələr var. Görünəcə yumuşaqdır belə. Materialı yumuşaqdır və baba belə görürsünüz, gözü açılıb yumulur. Ağzında da soska var. Burada qiymət 6 manat 50 qəpikdir. Geyimi də fərqlidir. Eynidir bunlar. Yəni, eyni bəbədir bu da, amma geyimi biraz başqa rəngdir. Sonra bunlar da diş çıxaran uşaqlar üçün daha qəşəngdir. İçərisində görürsünüz nə qədərdir. İçərisində çoxdur. Yumuşaqlar, silikondular. Baxın. Həm də səs çıxarır. Belə kiçik ördək balalarıdır, qəşəng. Uşaqlar diş çıxardanda bunu belə rezin bir şey lazımdır ki, yəni dişlərinə, damaqlarına sürsünlər. 6 manat 50 qəpikdir. İçərisində də çoxdur. Belə uşaqlar üçün belə oyuncaqlar da var. 5 manat 60 qəpiyə belə. Əllərini tutub belə səs çıxartmağa. Burada da çaydan yerini, şöbəsini sizin üçün çəkmək istədim. Görün, bu necə gözəldir. 4 manat 90 qəpikdir qiyməti. Yəni, ailədə 2 nəfərlik üçün. Məsələn, yaşlı insanlar ola bilər, cavan ola bilər, fərq etməz. 2 nəfər ailəyə, baxın, bu çox qəşəngdir. Belə kiçik ölçüdə şəffaf. Bunlar da şüşə çayniklərdir. 7 manat 70 qəpikdir. Bu iri ölçüdədir. Bunun qiyməti 5 manat 60 qəpikdir. Dəm çayniklərdir bunlar. Və baxın, bunlar 4 manat 90 qəpikdir. Bu da biraz kiçik ölçüdədir, çox iri deyil. Az ailəsi olanlar bunu alıb istifadə edə bilər. 4 manat 90 qəpik. Bu da 4 manat 90 qəpikdir. Biraz kiçikdir. Amma məsələn, kimin ki ailəsi böyükdür, ailədə çoxdursa, bunlardan ala bilərsiniz. Baxın, 5 manat 60 qəpikdir. Bunun qiyməti çox qəşəngdir. Naxşı da qəşəngdir. 5 manat 60 qəpik. İri bir çaynikdir.
Fincanların da qiyməti 90 qəpikdən başlayır. Görürsünüz, qəşəngdirlər. Güllü fincanlı, iri ölçüdə, qiymət 90 qəpik. Bunlar da pankek tavalardır. Məndə də var bunlardan. Bunun sadəsi də var. Baxın belə. Beləsi də var. Məndə sırf belənçinəsidir. Çox qəşəngdir. Nə yanmır, nə yapışdırmır. Yağlamağa ehtiyac yoxdur. Çox qəşəngdirlər bunlar. Materialları da görürsünüz, qalındır. Mən özüm 30 manat almışam həqiqətən bunu. Burada qiyməti görürsünüz 14 manatdır. Və məsələn, belə istəməsəz, smaylikli, bunlar smayliklidir də uşaqlar üçün. Smaylikli istəməsəz, sadə istəsəz, baxın, sadəsi də var. Eyni, yəni tavadır, amma sadəsi. Burada artıq risunka yoxdur, görürsünüz. Bunun da qiyməti 14 manatdır. Çox gözəl tavadılar. Bunları yağlamağa ehtiyac yoxdur. İçərisində də pankeklər o qədər gözəl alınır ki, tək adamlıq belə, yəni bir nəfərlik belə tava. İçərisində qlazok, yumurta, qayğanaq pişirmək istəsəz belə ala bilərsiniz. Çox qəşəngdirlər. Yandırmır, yapışdırmır. Qiyməti 3 manat 90 qəpikdir. 14 santimetrlik tavadır. Paltar asılqanlardır. 10 dənədir bunun içərisində. 10 dənəli qiyməti cəmi 6 manat 30 qəpikdir. Mətbəxdə istifadə etməyə taxta qaşıqlar da var burada. Qiyməti 70 qəpikdən başlayır. Materiallar da qəşəng bərkdir, möhkəmdir. Silikon qaşıqlar da baxın, 70 qəpikdir qiymətləri. Başqa rəngləri də var. Bunlar da fırçalardır. Pişirdiyimiz vulkanın üzərinə, məsələn, yumurta çəkməyə, istifadə etməyə 80 qəpik. İzləyicilərin də burada görürsünüz, ölçüləri fərqlidir. Qiymət burada 90 qəpikdir, məsələn bu. Burada çay üçün olandır, bu da 90 qəpikdir. Mətbəxə aid bütün xırdavat məhsulları hamısını buradan münasib qiymətə əldə edə bilərsiniz. Burada da görürsünüz, hamısı qaşıqlar, çəngəllər mətbəx üçün. Qiyməti görürsünüz 6 dənəlidir. Qiymət 2.60-dan başlayır. Dəm çaynikin qapaqları var 1 manata. Müxtəlif ölçüdə. Sonra qapaq qulplarıdır 1 manat 10 qəpiyə. Xarab olarsa alıb elə özünüz dəyişə bilərsiniz. Sonra bunlar da çox qəşəngdir. İrisi 1 manat 96 qəpiyədir. Məsələn, dəmi içərisinə əlavə edirsiniz, rəng çaynikin içinə atırsınız. Yəni istəmirsinizsə quru çay dağılsın. Biraz kiçik ölçüdə olan da var. Bu iridir 1 manat 96 qəpiyə. Biraz kiçiyi də 1 manat 68 qəpiyə. Bir də qutunun içərisindədir. Çox səliqəli olur. Dəmi içərisinə əlavə edib çaydanın içərisinə atırsınız. Baxın belədir, zincirli. Bunlar da torlu dəm üçündür. İçərisinə dəmi əlavə edib çaydan içərisinə ata bilərsiniz yenə bunda. İçərisində 50 ədəddə 60 qəpikdir. Burada da xırdavat, ev üçün lazım olan bütün xırdavat məhsulları var, saflardır. 10 dənəli saflar 1 manat 80 qəpikdir. Qarası da var, ağı da var. Sonra iynələr də belə 80 qəpiyə. Dəst şəklində. Bunlar da fosfor saplardır. Qiyməti 70 qəpiyədir. Hər rəngdə var. Qiymət 70 qəpiyə, ağ rəngdə var. Sonra belə dəst şəklində. Bunlar da həm iynəsi var içərisində. Müxtəlif cür iynələrdir, saplardır. 2 manat. Qab yumaq üçün molkan içərisinə baxın belə silikon rezinli bir şeydir. Yəni bunun da qiyməti 1 manat 9 qəpikdir. Artıq zizi bir molkanın içərisinə girməsindir. Bunu yerləşdirirsiniz molkanın içərisinə. Burada qaşıqlardır, bıçaqlar var. Qiymətlərə baxın. 1 manat 10 qəpiyə, 1 manat 20 qəpiyə, 1.70-ə, 1.40-a, 75 qəpiyə. Kiçik ölçüdə limon doğramaq üçün də bıçaqlar var. 2 manat 10 qəpiyə. 2 manat 40 qəpiyə. Baxın belə balta var.
bıçaqdır, baltada çeşidlər çoxdur burada. Xanımlar həmişə mənim bu silikon süfrəmi soruşur. Mən çəkilişlərimdə istifadə edirəm. Baxın, burada var xanımlar. Deməli, ölçüsünə görə və keyfiyyətinə görə qiymətləri dəyişir. Baxın, 8 manat 40 qəpikdir. Çox iri ölçüdədir və qalındır. Həqiqətən də. Yəni, bunların da yaxşısı pisi var. Yaxşıları təbii ki, yaxşı normal qiymətədir. Baxın, biraz bu daha iridir. Bu biraz ondan kiçik ölçüdədir. 6 manat 30 qəpikdir. Yəni, mən istifadə etdiyim silikon süfrələr bunlardır. Baxın, birini açmışam sizin üçün. Görürsünüz necə iridir. Bu biraz ağ rəngdə olandır. Materialı da qəşəng qalındır. Bunun qiyməti, bura baxıb deyəcəm, 6 manat 30 qəpiyə. Yox, bu 6.30. Görürsünüz, bunun risunqası biraz fərqlidir. Şimdi hamısını çıxartmıram salaxanın içərisindən. Bu 6.30'dur. Çox rahatdırlar bunlar. Üzərində xəmir yaymağa, doğramağa. Bunun ölçüsü 60'ın 40'adır. Bu saclar da qədimi saclardandır. Kim ki qədimi sac istəyir, biraz kiçik ölçüdədir bu. Bu 8 manat 40 qəpikdir. Görürsünüz, bərkdir, qalındır materialı. Bu biraz iridir, 9 manat 80 qəpikdir. Burada da boşqab dəstləridir. Hərəsindən 6-6'dır. 4 ölçüdə boşqablardır. Ümumi sayı 24 ədəddir. Qiyməti də 26 manatdır. Dəst şəklində də satılır və bu boşqablar tək-tək olaraq da satılır. Deməli, bu ayın sonuna kimi, noyabrın sonuna qədər kim bu dükandan 50 manatdan yuxarı alışveriş eləsə, 50 manatdan yuxarı alışverişdə 10% endirim olunacaq. Burada baxın, bu tefalların da qiyməti düşüb 9 manatdır. Hətta siz 50 manatdan yuxarı alışveriş etsəz, bu tefalların məsələn qiyməti 99 manatdırsa, 9 manatdan da aşağı düşəcək qiyməti. Burada da hamısı elektrikli məhsullardır. Məsələn, saçı belə cavan qızlar vafli ilə etmək üçün figurlu. Bunun qiyməti 11 manatdır bu fenin. Məsələn, burada belə daraqlı fenlər də var. Bunların da qiyməti 10 manat 40 qəpikdir. Darıya həm saçınızı qurudursuz, həm də saç düzləşir, hamarlaşır. Qiymət 10 manat 40 qəpik. Elektriklə işləyən məhsullar həddindən artıq dükanda boldur. Sadəcə video çox uzun alınmasın deyə hər birinin ayrı-ayrılıqda qiymətlərini deyə bilmirəm. Tərəzilər də var burada. 9 manat 10 qəpik. Görürsünüz, yəni bu qiymətdən başlayır. Məsələn, kiminsə ad günündə, bayramlarda kiməsə hədiyyə vermək istəyirsinizsə, buradan belə qəşəng hədiyyəli məhsullar da var. Qiymət baxın 4 manat 10 qəpikdən başlayır. Belə qutunun içərisində də alıb hədiyyə verə bilərsiniz. Burada da görürsünüz dini hədiyyələrdir hamısı. Quran qablar var. Yəni kiməsə hədiyyə vermək istəyirsinizsə, məsələn eviniz üçün almaq istəyirsinizsə, qəşəng çox gözəl burada dini hamısı hədiyyələr var. Və bu altda gördüklərinizdə görürsünüz, bunlar da hədiyyəli idilər, çox qəşəngdilər. Bunları da alıb hədiyyə verə bilərsiniz. Burada da maraqlı qazanlar var. Gör necə qəşəngdir. Bunlar əsl hədiyyəlikdirlər. Baxın, bu hissəsi belə, burada belə düzəldiblər. Qulupu da götürürsünüz. Baxın, belə çox ağır bir qazandır. Çox qəşəngdirlər. Bu da maraqlıdır. Mətbəxdə xanımların əlinin altında istifadə etməyə nə məhsul istəsəniz burada dükanda var. Hər birində qiyməti çox münasibdir. Bir də yenə də təkrar qeyd etmək istəyirəm sizlər üçün. Kim bu dükandan ayın sonuna qədər, yəni noyabrın sonuna kimi 50 azın üzəri alışveriş etsə, bütün mallarda 10% endirim olunacaq. Yəni bu ayın sonuna qədər endirim kampaniyası var. Ona görə sizlər də yararlanmağa tələsin. Burada belə padnoslar da var. Həqiqətən də qiymətləri çox münasibdir. Deməli bu 3.90-adır və bu da 4.20-yədir. Görürsünüz nə iridir. Bunlar da silikon
qaşıq dəstidir, belə qabı ilə birlikdə. Qiyməti 14 manat 90 qəpikdir. Görürsünüz içərisində nə qədərdir. Fırçasına kimi var içərisində. Belə rəngi də var. Bu da bıçaq dəstidir. 18 manat 80 qəpikdir. Baxın belə çox qəşəngdir. Qayıtısı da var, mətbəx qayıtısıdır. Deməli 5 dənə bıçaqdır. Bu da bıçaq hitləyəndir içərisində. Bir dənə də qayıtısıdır. 18 manat 80 qəpik. Belə qutusu ilə bir yerdə. Bu şöbədə də ancaq hədiyyəli suvenirlərdir. Yəni fərqli hədiyyəli suvenirlər sevirsinizsə, kiməsə hədiyyə verməyi, ad günə gedəndə aparmağı belə. Burada çeşid çoxdur, buradan ala bilərsiniz. Müxtəlif qiymətə və müxtəlif qəşəng hədiyyəli suvenirlər var. Hər kəsin zövqünə uyğun. Məsələn, hansısa bir musiqiçiyə hədiyyə vermək istəyirsiniz, baxın bunlardan belə ala bilərsiniz. Gül çiçəyi sevənlərə də baxın belə hədiyyələr verə bilərsiniz. Təbii güllərdən heç seçilmir, sanki təbiidir, çox qəşəngdirlər. Burada da var belə. Belə hədiyyələr də var. Dəyərli izləyicilərim, gördüyünüz bu gözəl Mini Sədərək adlı dükan Maşdağa qəsəbəsi, Maşdağa Mədəniyyət Mərkəzinin düz yaxınlığında yerləşir. Ekranda gördüyünüz kimi Mini Sədərəkin əlaqə nömrəsini də qeyd etmişəm. Açıqlama bölümündə, şərh bölümündə də dükanın yenə də təkrar olaraq həm ünvanını, həm də məkanını sizlər üçün link olaraq orada yerləşdirəcəm. Onu deyə bilərəm ki, Sədərəkdən qat-qat ucuz qiymətlərdə burada. Yolunuz düşərsə mütləq bu dükana baş çəkin. Kanalımıza dəstək olmaq üçün videonu bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Sağ olun, yeni videolarda görüşmək ümidi ilə. Salamat qalın.